Hər iki salamlar, yeni bir video ilə qarşınızdayım. Bugün rus dilində ən çox verilən sualları və onlara veriləcək cavabları qısa dialoqlar şəklində öyrənəcəyik. Həmçinin aşağı hissədə də tərcümələrini vermişəm. Bəzi cümlələrin mənalarını da ayrılıqda izah edəcəm. Belə, başlayaq. Как тебя зовут? Меня зовут Алексей. А тебя? Меня зовут Ruslan. Olduqca sadə sualdır. Birincisinin adını soruşmaq üçün bu variantdan istifadə edirik. Сколько тебе лет? Мне 25. А тебе? Мне 30. Burada qısaldılmış variantda ümumi olaraq biz bu suallara belə qısa cavab veririk. Əlbəttə ki, daha uzun da cavab verilə bilər. Мне 25 лет, а тебе? Мне 30 лет. Belə deyilə bilər. Qısa və uzun cavablar verilə bilər. Откуда ты? Я из России. А ты? Я из Azərbaycana. Hardansan? Bu suala cavab vermək olduqca asandır. Ya, iz və ölkəmizin adını yəlik halda qoyuruq. İz России, ya-dır, yerinə i qoymuşuq. Azərbaycan, axırında n var, samit var. Ora bir dənə a qoymuşuq, bu şəkildə dəyişmişik. Davam edək. Где ты живешь? Я живу в Москве. А ты? Я живу в Baku. Burada yenə harda yaşayırsan? Burada yenə şəhərlərin qarşısına v qoyuruq və предложен падеж əlavə edirik. Bu qaydada gedir. Davam edək. Как дела? Хорошо, спасибо. А у тебя? Тоже хорошо. Как dela çox vaxt necəsən deyə çevrilir. Niyə görə? Çünki Azərbaycanlılar bir-birindən qarşılaşanda salam, necəsən? Bu şəkildə dialoqa başlayırlar. Ruslar isə privet, как dela şəklində dialoqa başlayırlar. Ona görə də bunu necəsən deyə çevirirlər. Amma əslində işlər necədir formasında da çevrilə bilər. Çünki как necə, dila işlər bu formadadır. Hər iki tərcümədə düzgün hesab oluna bilər. Cavab verilməsi də olduqca sadədir. Davam edək. Что ты делаешь? Я читаю книгу. А ты? Я смотрю film. Olduqca sadə sual. Feilləri bilirsinizsə bu suala çox asanlıqla cavab verə bilərsiniz. Davam edək. Ты говоришь по-русски? Да, немного. А ты? Да, я свободно говорю по-русски. Я свободно говорю по-русски. Bu suala bu şəkildə cavab verə bilərik. Da, я говорю по-русски. Нет, я не говорю по-русски. Bu şəkildə də cavab verə bilərsiniz. Davam edək. Как это по-русски? Это называется стол. Понятно. Спасибо. Yəni bu rusca necədir? Rusca necə adlanır? Və yaxud da deyə bilərik, как это называется? Bu necə adlanır? Belə də deyə bilərik. Bu formada da deyə bilərik. Variant əlbəttə ki, bir neçə dənədir. Biz bu variantdan istifadə eləmişik, amma başqa variantlardan da istifadə etmək olar. Что это? Это книга. Понятно. Что это? Ən sadə sualdır. Bu nədir? Cavab verərkən это книга, это машина, это dom. Artıq nədirsə onu istifadə edirik. Davam edək. Где находится? Где находится вокзал? Вокзал находится на улице Ленина. Спасибо. Где находится? Harda yerləşir. Где находится вокзал? Где находится universitet? Где находится park? Artıq nədirsə onu əlavə edirik. Sonra yerləşdiyi yeri də aşağıdakı variantda istifadə edirik. Olduqca sadə sual və sadə cavab. Davam edək. Сколько стоит? Сколько стоит эта рубашка? Она стоит 600 рублей. Спасибо. Yəni neçədir, qiyməti nə qədərdir? Artıq nədirsə məhsul сколько стоит, ondan sonrasına əlavə edirik. Daha sonra da qiymətini deyirik. Rubaşka olduğuna görə ana verib və ya da deyə bilər. Это рубашка стоит 600 рублей. Belə deyə bilər. Çox qısa cavablar verir. İsimləri əvəzliklərlə əvəz edir. Bu variantda daha çox qarşımıza çıxacaq. Amma ikinci variantda da yenə ola bilər. Davam edək. Ты понимаешь? Ты понимаешь, что я говорю? Да, понимаю. Отлично. Ты понимаешь, sən başa düşürsən? Deyə bilərsən, да, я понимаю. Bu qaydada istifadə edə bilərik. Ya da, нет, я не понимаю. Нет, я ничего не понимаю. Heç nə başa düşmürəm. Belə də demək olar. Əlbəttə ki, hər suala onlarca cavab vermək olar. Burada sadəcə dialoqda olanları oxuyuruq. Davam edək. Можешь повторить? Можешь повторить, пожалуйста? Конечно. Я сказал, давай встретимся завтра. Понятно. Спасибо.
Можешь повторить, təkrar eləyə bilərsən. Ya da можете повторить, təkrar eləyə bilərsiniz. Bunları V formasından da istifadə edə bilərik. Burada sən formasında vermişik, amma siz formasında yenə də istifadə oluna bilər. Feilləri bilirsinizsə, bu o qədər də çətin olmamalıdır sizin üçün. Feilləri bilmirsinizsə, kanalımızda bu haqda videolar var. Onları oradan izləyə bilərsiniz. Davam edək. Какой сегодня день? Сегодня понедельник. Спасибо. Bugün hansı gündür? Əsasən həftənin hansı gün olduğunu soruşarkən istifadə edə bilərik. Davam edək. Который час? Сколько времени? Который час? Сейчас 3 часа dня. Спасибо. Burada iki variantda istifadə oluna bilər. Aralarında bir balaca fərq var, amma hər iki variant da düzgündür. Bunlar arasındakı fərqlərdən də başqa bir videoda bəhs edərik. Davam edək. Ты любишь? Ты любишь кофе? Да, очень. А ты? Я предпочитаю чай. Bəli, sevirsən, nəyi sevirsənsə bura əlavə eləyirsən. Burada təsirli istifadə etməliyik. Kofe orta cins olduğuna görə və ümumiyyətlə hallanmadığına görə belə əlavə olunur. Amma məsələn, başqa şeylər əlavə edəndə qadın cinsi xüsusilə dəyişəcək. Təsirli görə dəyişəcək. Ya предпочитаю. Предпочитаю, yəni üstünlük verirəm. Yəni məsələn, çayı daha çox sevirəm. Belə də deyə bilərik. Bu qaydada istifadə edirik. Davam edək. Что ты любишь делать? Что ты любишь делать? Что ты любишь делать в свободное время? Я люблю читать и гулять. А ты? Я люблю смотреть фильмы. Belə nə eləməyi sevirsən? Burada artıq biraz daha feil bilməyimiz lazımdır. Çünki bu situasiyanı feillərlə istifadə etmək məcburiyyətindəyik. Davam edək. Ты был, ты была. Ты был в Париже? Да. Я был там прошлым летом. А ты? Нет. Но я хочу поехать. Hardasa olmusan və yaxud da ki, ты была da deyə bilər qadın cinsində. Burada dəyişə bilərik məsələn. Ты был в Москве. Ты был в Baku. Bu şəkildə dəyişə-dəyişə də istifadə edə bilərik. Gidək. Qadın olsa deyəcəksən, ты была в Париже. Qadın cavab verəndə deyəcək, я была там прошлым летом. Я была. Qadın cinsində fərq edir. Kişi və qadın cinsi burada fərq edir. Davam edək. Как пройти к музею? Идите прямо, потом поверните налево. Спасибо. Necə getmək olar? Nəyinsə yanına necə getmək olar? Bu suala cavab vermək üçün bu cümlədən istifadə edirik. Davam edək. Ты можешь помочь? Ты можешь помочь мне с этим заданием? Конечно. Давай посмотрим. Спасибо большое. Ты можешь помочь, yəni kömək edə bilərsən. Artıq bu belə də soruşula bilər. Artıq nə ilə kömək eləməyini istəyirsənsə, onu da əlavə edə bilərik. Burada tvarətini padejə ehtiyacımız var. Əlbəttə ki, feillərlə də işlədə bilərik. Dərsimiz bu qədər. Dərsin PDF formasını yenə də Telegram kanalımızda yerləşdirəcəm. Onu da oradan götürə bilərsiniz.